Dünyanın 97% bu iki enerjide yaşayır. Birinci kök çakra və ikinci sakral çakrada. Niyə? İnsanlar nəsə elədi, misal üçün sən bir balaca məsləhət verdin, enerji qalxdı. Avtomatik olaraq maddiyyat nə oldu? Qırmızıdan biraz dəyişdi, biraz qarışma fürsətlər çıxdı. Amma nəsə baş verdi, sən razılaşmadın, dedin ədalətli deyil. Avtomatik olaraq razılaşmadın, əsəbləşdin, avtomatik olaraq enerji düşdü. Yenə ağıl proqramında qərar verirsən, böhran yaşayırsan pulda, avtomatik olaraq düşürsən böhrana və həyəcan, narahatçılıq içindəsən, təşvişdəsən, insan eşitmir. Bu gün mən danışıram kimdənsə, deyirəm ki, bəs bu bürclər deyil, bu fal deyil, ay yox sən bilmirsən, bu çinlərin uydurmasıdır falan filan, get Qurandan, bax belə elə danışır, deyirəm bu belə deyil, bir də deyirəm ki, üçdə deyirəm ki, sən məni eşitmirsən. Qulaqlar hardadır? Başda. Kök çakranın enerjisi hardadır? Aşağıda. Avtomatik olaraq enerji aşağıdadsa insan eşitmir, görmür.